Din ehtiyacın cavabıdır. Din başdan ayağa ehtiyacların cavabıdır. Bir adam su istəyir, gətirib deyirlər ki, gəl bu sudan iç. Bir adam yemək istəyir, deyirlər ki, bu yeməyi ye. Bir adam ruhu namaz istəyir, Allah deyir ki, bu da namaz, ye. Sonra deyilsin, düşün ki, gör mən nə elədim. Heç eləmədin, yemək istədin, yemək verdilər sənə. Ehtiyaclarındır, sənin ehtiyacındır. Oruc sənin ehtiyacındır. Oruc olmasa sənin ruhun kökdən düşür. Sən bədbəxt olursan. Lütf eləyib ki, sənə ildə bir dəfə oruc deyib. Sən sadəcə mənəvi ehtiyacların maddidən fərqi budur ki, sən maddi kimi hiss eləmirsən onu. Allah hələ lütf eləyir ki, hiss eləmədən deyib, mən bilirəm, ha, sən istəyirsən bunu. Düşün, yox, istəmirəm, deyib, istəyirsən. Sən istəyirsən də, mən bilirəm. Yeməyi sadəcə özündə bilirsən ki, istəyirsən, namazı hiss eləmirsən. Din başdan ayağa bizim içimizdə olan ehtiyacların cavabıdır. Allah təbiətdən nə ki bizə lazım dilə yaradıb, dilə deyil, su istəyirik, su yaradıb, yemək. Nə var, nə o təbiət bizim ehtiyaclarımızın qarşılığıdır, elə. Din də bizim mənəvi ehtiyaclarımızın o təbiəti də elə bilir, Quran. Nə ki bizim içərimizdə nələr lazımdır, menyudur. Hamısının menyu həm də elə qidanın özü. Səni təmin eləməklə məşğuldur. Başqa bir şey yoxdur ortada, kimsə kiməsə ibadət eləyir, kimsə kiməsə nəsə eləyir. Ehtiyacın qarşılanmaz. Səni yaradıb çörək verməlidir, bəli. Buna görə çörək də yaradıb. Su verməlidir, bəli. Hava verməlidir, havaya ehtiyacın vardır, oksigena, bəli, bəli. Bunların hamısını yaradıb. İndi səni yaradıb, ruhun da qidası var, yemək verməlidir ruha, bəli. Namaz yaradıb. O elə bir ki, oturub çörək yiyirsən. Çörək yiyəndən sonra deyirsən, mən çörək yedim. Çörək verənə minnət qoyursan. Bəs niyə ibadətdə minnət qoyursan? Eyni prosesdir. İndi deyəsən ki, gördün mən nə elədim, mən sənin əmr elədiyin orucu tutdum. Oruc sənin ehtiyacın idi, mən sənə rəhm elədim ki, ehtiyacı sənə bildirdim və dedim bunu belə elə. Sən bilmirdin. Sən o orucu tutmurdunsa, ruhun bərbad vəziyyətə qalacaq. Bilmirəm necə izah edilir. Söhbət qarşılığı burada elə, orada əvəz al. Belə deyil, başqadır məsələ. Məsələ başqadır. Bilmirəm necə izah edeyim ki, necə bax. Məsələ tamam başqadır. Məsələ budur ki, bir insandır, bir varlıq yaranıb ehtiyaclardan ibarət, onun ehtiyaclarını qarşılamaqla məşğuldurlar. Cənnət də bu prosesdədir, cəhənnəm də bu prosesdədir. Yəni burada bunu elə, bunu verəcəm, bunlar belə deyil məsələ. Bir ehtiyacdan ibarət varlıq yaranıb, onun ehtiyacını qarşılayan Allah var. Vəssalam.